pis vəziyyətlərə, çətin vəziyyətlərə razı olmaqla Allahın xoşu gəlir insancan. Bəziləri də elə başa düşür ki, biz razı olanda həyatımız daha da çətinləşir. Sən razı ol, başına gələn hər şeyə razı ol, mən də zəmanət verirəm ki, Allah dualarını qəbul edəcək. Mövcud vəziyyətə razı ol, istə sonra. Bilən ilahi, razıyam razı olmağıma. Amma düzəlsə lap yaxşı olar. Razıyam, şikayət eləmirəm. Səndən şikayətim yoxdur, özümdən şikayətim var ki, mənim tutumum zəifdir, birdən dözmərəm. Onda Allah həll eləyir. Onda Allah tez həll eləyir. Bəziləri pis dua eləyir Allah'ın. Allaha şikayət eləyə dua eləyir ki, niyə belə oldu Allah, bunu həll elədi, axı dözə bilmirəm, axı filan. Bu cür şəkildə insan gərək dua eləməsin. Zarımasın Allah'ın yanında. Razılığını ifadə eləsin. Bismillahi, razıyam. Razıyam, amma qorxuram, tutumum zəifdir, sonradan razı olmayam, həll elə. Razılığı ifadə elə, dua elə. İmam Həsən əleyhissalam buyurur ki, Allah'tan nə istəsən verəcək. Allah'ın xəzinəsi tükənər? Yox, nə istəsən verəcək. Duada ümidli olun ki, nə istəsən verəcək. Bir şərtlə ki, mövcud vəziyyətdən razı ola dua eləyim. Belə olsa daha yaxşıdır. Nəinki, bu nə həyatda Allah. Bir dərdimə dərman elədə olmadı ki, belə. Belə danışasan, belə danışmamışdı axı, belə danışasan. Biri də var ki, deyəsən, mən razıyam, hər şeydən razıyam, amma istəyirəm daha yaxşı olsun. Onda nə istəsən verər. Biz hərdən səhv dua edir, deyir, bunun sənin üçün nə çətinliyi var, bu bir dənə şeydir, bunu həll elə gedim. Bu duamı, bu kiçik bir istəkdir. Allah üçün nə böyük, nə kiçik. Bəyən, başqaları Allah üçün çətindir, sənin bu hacətin asandır, xeyr. Nə qədər çox istəyirsən istə, hər şey mənim əlimdə. Oyundur qurmuşam ki, mənlə əlaqən möhkəmlənsin. Məsələ hacətdə deyil, o hacətin həlli bir saniyəlik işdir, bir anlıq işdir. Mühüm olan budur ki, hacətlər əsas deyil, mühüm olan sənin halındır, mənə sənin halın lazımdır. Yoxsa ki, o hacətlərin yüzünü bir anın içində həll eləyərəm. Razı ol, ged Allah'tan istə, Allah verəcək. İstisna hallar olur, məsləhət olmur, istisna hallardır. Bəzən biraz ləngidir, biraz gecikdirir, amma yenə də verir çox vaxt. Vermədiyi hallarda istisnalardır, bunu yaddan çıxartmayın. Bizim dualarımızın çoxu məsləhətə görə qəbul olmur, çoxu bizim qəlbimizin lazımı halda olmadığına görə qəbul olmur. Yoxsa çox dualarımız tez qəbul olardı.